Çox vaxt insanların olmaq istədikləri vəziyyət ən yaxşı versiyalarıdır. Bunu daha çox mükəmməl biri olaraq hiss edirlər və belə düşünürlər ki, ən yaxşı versiyaları mükəmməldir və həyatlarında hər şey qaydasındadır. Lakin bu elə deyil. Ən yaxşı versiyamız düşündüyümüz qədər uzağımızda deyil. Bizi sadəcə orada ayıran ertələmə problemimiz və hazırda olduğumuz yerin komfort zonamız olmasıdır. Bununla necə baş etmək olar? Məsələn, bir vərəqə ən yaxşı versiyanızı və indiki halınızı yazmanızı istəyərdim. Və siz həmin vaxtı görəcəksiniz ki, əslində sizin müsbət keyfiyyətləriniz və daxili gücünüz vardır. Sadəcə bu sizi hazırki vəziyyətdə təmin etmir. Məsələn, ən yaxşı versiyanızda yazacaqsınız, özgüvənli olmaq 80-90%. Məsələn, indiki vəziyyətinizdə isə özünüzü 40%, 50% özgüvənli hiss edirsinizsə, deməli burada biz özgüvənlə bağlı problemi işləməliyik. Bu çalışma ilə birlikdə həm sizi narahat edən problemləri ortaya çıxara biləcəksiniz və eyni zamanda indiki vəziyyətinizdə də öz müsbət keyfiyyətlərinizi və gücünüzü görmüş olacaqsınız.